Yüksək səsli musiqi ağlı azaldır. Güclü səsli musiqiyə qulaq asmaq beyin fəaliyyətinə zərər vurur. Alimlər bu vərdişin insan beyninə mənfi təsirlərini açıqlayıb. Məlumata görə güclü akustik təsirlər beynin mərkəzi sinir sisteminə əlavə yük yaradır və bu yaddaş, diqqət və düşünmə qabiliyyətlərinin zəifləməsinə səbəb olur. Tədqiqatçılar bildirir ki, güclü səs dalğaları beynin resurslarını yenidən bölüşdürməyə məcbur edir. Nəticədə digər koqnitiv funksiyalar zəifləyir. Bundan əlavə, mütəxəssislər eşitmə qabiliyyətinin itirilməsi ilə demensiya arasındakı sıx əlaqə olduğunu qeyd edir. Araşdırmalara əsasən yüngül eşitmə zəifliyi belə koqnitiv pozuntuların riskini 2 dəfə artırır. Ağır eşitmə itkisi isə bu riski 5 dəfə yüksəldir. Həkimlər və tədqiqatçılar vətəndaşları qulaqlıqlardan istifadə zamanı ehtiyatlı olmağa çağırır. Onlar səviyyənin orta və ya aşağı dərəcədə saxlanılmasını, uzun müddət qulaq asıldıqda mütləq fasilələr verilməsini tövsiyə edib.